Herkese salamlar. Bugün mühasibatda ən çox lazım olan qiymət razılaşma hesab faktura və təxir təslim haqqını avtomatlaşdırılmasını sizə göstərəcəm. Tabii ki, bir esensli data var. Şirkətə, malın adı, hansı ədəd satdığınız var. İstənilən bir data fərqi yoxdur, necə olacaq. Onu total edir. Total etdikdən sonra qarşısına nömrələsək, məsələn 10 dənə hesab faktura hal-hazırda 10 dənə hesab faktura hazırladı. Və yaxud da hesab fakturalarını istədirik. 10 dənə qiymət razılaşma protokolu hazırlayır. Yəni burada məhsul sayı məsələn birinci Z-də deyək ki 5 ədəddir, düzdürmü? Birinci A-da 1-lə 2-nin yerini dəyişsək, hesab fakturalarının qiymət razılaşmalarının özləri də dəyişəcək. Və avtomatik olaraq uzantısı da dəyişir. Həmçinin burada da hesab fakturaya, razılaşma protokoluna və təxir təslim haqqına nömrə qoya bilərsiniz. Müraciət edin, mühasibatınızı rahatlaşdırın.